Salam əziz şagirdlər, bugünkü dərsimiz 6-cı sinif Azərbaycan dili fənnindən mətn üzərində iş. Mövzumuz dəyərlərimiz adlı 3-cü bölmədəndir. Bəxtiyar Vahabzadənin Bayraq şeiri. Bu dərsdə biz mətnin motivasiya mərhələsi ilə tanış olacaq, mətni təqdim edəcək və mətnin məzmun və ideyası üzərində iş aparacaq. Mətnə keçid almazdan əvvəl sizə bir sualla müraciət etmək istərdim. Xalq üçün, dövlət üçün bayraq nədir? Təbii ki, bu suala müxtəlif cavablar verəcəksiniz, lakin ümumiləşdirərək deyə bilərik ki, bayraq bir millətin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdən biridir. Bayraq şeirinin birinci bəndində müəllif varlığının cilası adlandırır bayrağı. Çünki bir millətin bayrağı varsa, o millət var. O millət müstəqildir. Həmçinin birinci bənddə müəllif bayrağın göy türklərdən qalan, yəni qədim türklərdən qalan bir miras olduğunu, qurtbaşlı bayrağın balası deyərək bu mirasın bir daha bizə vurğulayır, qədimliyini, müqəddəsliyini bizə çatdırır. İkinci bənddə müəllif bayrağın olduğu yeri müqəddəs sayır. Eyni zamanda yalnız bayraq işığında qələbə güllərinin bitdiyini söyləyir. Həmçinin bu bəndin sonuncu misraları bayrağı mənliyi adlandırır. Bayraq varsa bir millətin mənliyi, kimliyi və öz yurduna, öz hakimliyi var sözlərini söyləyir. Növbəti bənddə müəllif yenə bayrağın qədimliyinə işarə vuraraq əcdadının ayaq izləri olduğu yerdə bayrağın dikəldiyini və yaxud bu arzu və istəyini göstərir. Həmçinin o, obrazlıq yaradaraq bayrağın keçdiyi yerlərə, hətta dağların, yamacların belə hüzuruna gəlməsini xatırladır, göstərir. Bununla da bayrağa olan sevgisini tərənnüm edir. Növbəti bənddə müəllif məbədlər başına tac olan hilal deməklə bayrağın üzərindəki aypara işarəsinin eyni zamanda türklərin İslam dinini qəbul etdiyi vaxtdan rəmz olaraq götürülməsinə işarə vurur. Bayrağın üzərindəki simvolların bizim üçün müqəddəs olduğunu, tarixən qədim olduğunu, zamandan belə qoca olduğunu bizə xatırladır. Növbəti bənddə müəllif öz arzu və istəklərini göstərir. Bayraq üçün belə bir arzu edir ki, bayraq daim ucalsın, yalnız zəfər günündə, yəni qələbə günündə bayrağı şəhid önündə əyilən görüm deməklə özünün ən ümdə arzu və istəklərini təbliğ və tərənnüm edir.